Deməli, gördüyümüz bu ərazi Cəlilabad rayon Muğan kəndinin qəbristanlığıdır. Zəhmət olmasa qəbristanlığı da çəkəsiniz. Qəbristanlığıdır. Burada məsələ nədir? Gördüyümüz bu xətt yüksək gərginli elektrik xəttidir, 10.000'li idi. O dirəklər aşma təhlükəsi ilə üzbəyüz qalıb. Bu məsələ ilə bağlı dəfələrlə Azərişıqa da müraciət olunub, lazımi qurumlara da müraciət olunub. Lakin bu dirəkləri gəlib düzəldən yoxdur. Bu dirəyin birinin aşması və sonucda ikincinin, üçüncünün aşmağına səbəb olacaq və sonucda da bu gəlib burada bu qəbirlərə, baş daşlarına zərər toxunacaq. Orada şəhid məzarları fərq eləməz. Burada kəndin insanlarıdır. Allah rəhmət eləsin. Rəhmətə gediblər. Biz xahiş edirik ki, bu məsələ öz həlli yolunu tapsın. Yəni o elektrik dirəyi çox qəzalı vəziyyətdədir. Mən artıq dərəcədə xahiş edirəm bu məsələ ilə bağlı tədbir görülsün.